Salam uşaqlar, bu günlərim sizə TikTokda bilmədiklərinizdən öyrədəcəyəm. Məndən çox adam xahiş elədi, bu videonu onun üçün çəkirəm. Məsələn, girdiniz hesabınız var, 2 dənə, 3 dənə TikTok hesabınız var, silmək istəyirsiniz. Deməli, ana səhifədəsiz də tutalım ki, ana səhifədən vurursunuz profili vuranda burada 3 xətt var, vurursunuz, parametrlər var, vurursunuz. Gəldiniz hesab var, hesabı vurursunuz, hesabı deaktiv edin və ya silin, vurdunuz uşaqlar. Yəni, məsələn, bir yox, birdən çox hesabınız var, silmək istəyirsiniz ömürlük TikTok hesabınızı. Hesabı həmişəlik silin, vurursunuz. Ondan sonra bunlardan, məsələn, seçirsiniz də oxuyursunuz, hansı sizə uyğundursa. Məsələn üçün, TikTokda çox vaxt keçirirəm. Zat, məsələn, birini vurdunuz, devam edin, vurdunuz uşaqlar. Hansını seçirsinizsə, yəni sizin özünüzə uyğun. Sonra bunu qəbul edirsiniz, bunları. Sonra devam edini vurursunuz. Ondan sonra da uşaqlar bunu da vurup devam edini vuranda silinir. TikTok səhifəvi silinir.